Salam hörmətli izləyicilər. Bugün mövzu dünyada geniş yayılmış, demək olar ki 1,5 milyard insana yaxın bu xəstəlikdən əziyyət çəkən və səssiz qatillər adlandırılan arterial hipertenziyadandır. Arterial hipertenziya 2005-ci ildə Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası ilə Beynəlxalq Hipertoniya Təşkilatının birgə təşəbbüsü ilə 17 may, hər il 17 may günü arterial hipertenziya ilə mübarizə günü kimi qeyd olunmağa başladı. Bunun əhəmiyyəti nədir? Belə ki, hər 3 insandan biri onda arterial hipertenziya xəstəliyi olduğunu bilmir və hər 3 insandan biri müalicə alınır. Müalicə alan xəstədən birində hədəf səviyyə nail ola bilirik. Vaxtında müalicə olunmadıqda insult, miokard infarktı, böyrəyin zədələnməsi, gözün zədələnməsinə gətirib çıxarda bilər. Arterial hipertenziya nə deməkdir ümumiyyətlə? Arterial hipertenziya yuxarı, yəni sistolik təzyiqin 140-dan, diastolik təzyiqin isə 90-dan yuxarı olması artıq sizdə arterial hipertenziyanın olmasından xəbər verir. Buna görə vaxtında müalicə və müayinə olunduqda siz bütün bu fəsadlardan qurtula bilərsiniz.